Herkese salam, mən Sübhan. Bugün Banım haqqında ətraflı bir video çəkəcəm. Mənim videolarımda şəhərlərdə Bakı Ali Neft Məktəbi haqqında çox sual soruşursunuz və mən də qərara gəldim ki, artıq bu videoyu çəkim. Gəlin çox uzatmadan Bakı Ali Neft Məktəbi haqqında danışaq. İlk öncə Banım niyə seçilir? Bakı Ali Neft Məktəbinin digər universitetdən seçilməsinin əsas səbəbi karyera üstünlüyüdür. Çünki Bakı Ali Neft Məktəbi SOCAR tərəfindən fonlanır və bunun nəticəsində Banım məzunları artıq Banımdan məzun olduqdan dərhal sonra işləməyə başlayırlar. Bu Bakı Ali Neft Məktəbində təhsil alarkən də baş verə bilir. Məsələn, çoğunluqla artıq 2-ci, 3-cü, 4-cü kurslardan işə götürürlər. Bununla yanaşı Bakı Ali Neft Məktəbində ortam çox superdir. Fikirləşin də o ortamda hər kəs 600 plusdur. Yəni bu çox ayrı bir səviyyədir. Digər bir səbəb Bakı Ali Neft Məktəbində keçid balları çox yüksək olur. Bunun da səbəbi elə məhz yüksək bal toplayan tələbələrin elə Bakı Ali Neft Məktəbini seçməsidir. Çünki bilirlər ki, Bakı Ali Neft Məktəbində təhsil yaxşı səviyyədədir. Bununla yanaşı bir neçə beynəlxalq əməkdaşlıqlar var. Bunlara deyə bilərəm ki, Erasmus var. Hətta ilk dəfə olaraq bu universitetdə Erasmus Azərbaycanda açılıb, yəni təsis olunub. Bununla belə ən çox Avropa ölkələri ilə beynəlxalq əməkdaşlıq eləyir. Bunlarla yanaşı bir neçə şirkətlərlə də əməkdaşlığı var. SOCAR-dır, BP-dir, Microsoft-dur, ABB-dir, Huawei-dir və s. Bunlar kimi böyük şirkətlərlə əməkdaşlığı var Bakı Ali Neft Məktəbinin və bunu da deyə bilərəm ki, Bakı Ali Neft Məktəbinin dünya sıralamasında bir yeri var. Elə məhz buna görə də Bakı Ali Neft Məktəbi Azərbaycanın ən yaxşı universitetlərdən biri sayılır. İndi keçək keçid balları və ixtisaslara. Burada bildiyiniz kimi yenə bu ixtisaslarda keçid balları yüksək olur. Hələ ki Banımda 1-ci və 2-ci qrup ixtisasları var. Hələ ki 3 və 4-ə keçid olunmayıb, yəni ixtisaslar olaraq yoxdur. Yəni burada böyük ehtimal buralarda bir yerdə qoyacağam hansı ixtisaslar var. Keçək müəllim heyəti və universitet mühitinə. Universitet mühiti haqqında biraz danışdım. Gəlin ilk öncə müəllim heyətindən danışaq. Yəni hər bir universitetdə təbii olaraq yaxşı və pis müəllimlər olur. Yəni Bakı Ali Neft Məktəbində belə deyə bilərəm ki, çoğunluqla çox yaxşı müəllimlərdir. Sizə çalışdıqları qədər dəstək olurlar. Əgər hər hansı bir mövzuda başa düşmədiyimiz bir mövzu olarsa, onları başa salırlar. Düşünürsüz ki, əgər universitet girdim artıq rahatam. Yəni belə bir şey yoxdur dostlar. Təbii ki, hər bir universitetin öz qayda qanunları var və bu Bakı Ali Neft Məktəbində sərt şəkildədir. Yəni necə? Hər hansı bir müəllim sizə imtahanda kömək eləmir, rüşvət və s. ümumiyyətcə bu universitetdə yoxdur. Yəni burada tamamilə müəllim sizə dərs müddətində kömək eləyə bilər, amma imtahan müddətində heç bir şəkildə kömək eləmir. Siz əvvəlcədən hazırlaşmırsınız, dərs mühitində hazırlaşmalısınız. İndi bu hissələrə gələcəm, imtahan mövzusuna gələcəm bu hissələrə. Bir də onu da əlavə eləmək istəyirəm ki, Banım heyətinin bir çoxusu xaricdə təhsil almış müəllimlərdir və yaxud da professorlardır. İndi isə keçək universitet mühitinə. Universitet mühiti çox yaxşıdır dostlar. Bəlkə də deyərdim Bakı Ali Neft Məktəbinin ən yaxşı üstünlüyü rəqabətin olmasıdır. Burada rəqabət çox böyükdür. Çünki fikirləşin də onsuz da hamı 600 plusdur. 600 yığmaq üçün müəyyən qədər bir yoldan keçiblər və hər kəs müəyyən bir disiplini var, müəyyən bir məqsədi var və siz də bu məqsədli insanlar arasında təhsil alırsınız. Bu da istər-istəməz rəqabət yaradır. Rəqabət olmayan yerdə siz heç vaxt inkişaf eləyə bilmərsiniz. Yəni fikirləşək də, deyək ki, siz 650 yığmısınız, gedirsiniz 500 bal yığmış insanlarla və yaxud da 400, 200 bal yığmış insanlarla bir yerdə oxuyursunuz və onların böyük ehtimal çox effort sərf eləməyib dərs çalışmaq üçün və yaxud da imtahana hazırlaşmaq üçün. Onda müəyyən qədər bir disiplin yaranmır və rəqabət də təbii olaraq ortalama rəqabət azalır. Və ona görə də siz heç vaxt inkişaf edə bilmirsiniz. Mən şəxsən Banımı rəqabətinə görə seçdim. Yəni qısaca belə deyim də dostlar, heç bir universitet sizə hər hansı bir karyera qurmur. Siz özünüz öz karyeranızı qurursunuz. Universitet sadəcə sizə bir istiqamət verir. Yəni siz özünüzü məcbur edirsiniz ki, təkmilləşəsiniz. Yəni görürsüz ki, artıq buradakı tələbələr hamı yüksək səviyyədə çalışır, disiplini var. Banımda görürsüz ki, artıq bütün tələbələr müəyyən bir disiplini var, nəsə bir şey eləməyə çalışır, karyera qurur. Əgər düşünsəz ki, universitet mənə nəsə verəcək, mən ancaq oxuyum, universitet mənə kömək eləyəcək. Yəni bunu fikirləşin. Ümumiyyətlə heç bir universitet sizə bu köməkliyi eləmir. Siz özünüz öz disiplininizi yaratmalısınız və öz gələcək karyerinizi qurmalısınız. Universitet mühitinin digər bir yaxşı şeyi odur ki, hər kəs ingiliscə danışa bilir. Birbaşa ingilis dili mühitində böyüyürsüz. Yəni təbii ki, burada ilk öncə foundation elə ona görədir. Əgər ixtisas ili indi data analitiklərdə 3 ildir, amma normal şəkildə 4 ildir. Məsələn, kompüter elmləri, digər kimya mühəndisləri və s. 4 ildir.
Foundation ilə birlikdə 5 il olur. İndi bunlara da gələcəm. Foundation siz ingilis dili öyrənirsiniz və artıq ixtisas illərində ingiliscə danışmağa başlayırsınız. Müəllim tamamilə ingilis dilində tədris eləyir sizə dərsləri. Həmçinin burada xarici tələbələr də olur. Xarici tələbələrlə də ingilis dilində danışmalı olursunuz. Banımda startap qaliblər dəhşət dərəcədə çox olur. Yəni istənilən bir startapda görə bilərsiniz ki, ilk 3 yerdə Bakı Ali Neft Məktəbinin tələbəsi olur. Yəni çoxunluqla qaliblər banım tələbələri olur. Çünki orada dediyim kimi rəqabət çoxdur, insanlar bir-birlərini ötməyə çalışır, yəni rəqabət yaranır. Bu da ən böyük üstünlüklərindən biridir. Bununla belə burada çox klublar olur. İntellektual klublar, futbol klubları, yəni çox klublar var. İndi isə keçək banımda tələbə həyatı necə olur? İlk öncə belə bir sual yaranır ki, çox insanlarda. Banımda hər kəs çox oxuyur, nə bilim, hər kəs inəkdir. Yəni belə çox sayda suallar gəlir ki, banımda hər kəs çoxmu oxuyur? Bu sizin özünüzdən asılıdır dostlar. Əgər ki, intellektual səviyyəniz və yaxud da müəyyən bir bazanız varsa, banımda yəni çox çətinlik çəkmirsiniz. Amma əgər məsələn düşünürsüz ki, 600 bal çox çalışaraq gəlmişəm, banımda da çox çalışacaqsınız. Təbii ki, burada baza da rol oynayır. Əgər əvvəlcədən müəyyən bir bazanız varsa, banımda çox çətinlik çəkmirsiniz. Məsələn, mən özümdən örnək verəcəm. Foundation-əm. Mən foundation oxudum 1 il. Hazırda foundation qurtarmışam. Foundation oxudum. Məsələn, ingilis dili mənə çox çətin gəlirdi. Çünki ingilis dili müəyyən bir bazam yox idi. Bəlkə də deyərdim, banıma başlayanda A1, A2 səviyyəsində idim. A1 deməzdim, A2 səviyyəsində idim və artıq B2 səviyyəsindəyəm. Düzdür. Foundation indi gələcəm. Ən zəif qruplardan biri idim. Çox çalışdım və foundationu daxili imtahanlarla keçdim. Mənim üçün böyük bir nailiyyət idi. Yəni mənim dil qabiliyyətim biraz zəifdir, yəni mənə görə. Amma riyaziyyat, fizika biliyi mənim üçün yaxşı səviyyədə deyə düşünürəm. Yəni siz gündə nə qədər oxuyursunuz deyə sual mənə versəz, deyərəm ki, yenə bu sizin özünüzdən asılıdır. Qalan vaxtda da, yəni tələbə həyatını məsələn ora getmək, bura getmək, gəzmək, tozmaq, bu kimi məsələlər də məsələn vaxtınız qalır. Yəni bu yenə də sizin özünüzdən asılıdır. Yəni düşünməyin ki, mən gələcəm burada heç bir şəkildə oxuya bilməyəcəm və s. Bunu siz banıma qəbul olmadan bilə bilməyəcəksiniz. Yəni bunu dəqiq şəkildə bilmək üçün banımda oxumalısınız. Ki mən hər tərəfli sizə tövsiyə edirəm ki, banımda oxuyun. Çətinlik də olsa, siz əgər banımda oxuyub banımı qurtara bilsəz, sizin karyeranız çox güclü olur. Yəni karyera çox güclü şəkildə qura biləcəksiniz. Bir də onu deyim ki, banımda hər kəs bir-birinə kömək eləyir və bunun üçün də müəyyən köməkliklər göstərirlər. Hətta rektor da sizə köməklik göstərə bilir. Bir də Bakı Ali Neft Məktəbində əlavə olaraq bunu deyim ki, rektorla, birbaşa rəhbərlərlə görüşə bilirsiniz. Müəyyən bir probleminiz oldu. Dərhal rektora müraciət edə bilirsiniz. Yəni bu hər universitetdə yoxdur. Yəni belə deyim ki, dərslər ciddi olur dostlar. Öhdəsindən gəlmək sizin özünüzdən asılıdır. Fikirləşməyin ki, universitetə girdim, artıq hər şey güllük gülistanlıqdır. Elə bir şey yoxdur. Hər bir universitetdə müəyyən çətinliklə çəkirsiniz. Sadəcə Bakı Ali Neft Məktəbində yenə də Bakı Ali Neft Məktəbinin yüksəkdə olmasının səbəbi elə bu rəqabətdir. Elə dərslərinin yüksək səviyyədə keçirilməsidir. Hətta deyərdim ki, bəzi Avropa ölkələrindəki universitetdə bu səviyyədə keçirilmir. Praktika çox olur. Bunu da demək istəyirəm. Praktika və layihələr, tapşırıqlar çox olur. Əlavə olaraq deyə bilərsiniz ki, mən burada çox narahat olacağam, belə olacaq, elə olacaq və s. Yəni siz bir müddət sonra bu situasiyaya öyrəşirsiniz və artıq fikirləşirsiniz ki, hər universitetdə də belədir. Amma siz məsələn banımda 3 il keçirin, 3 il oxuyun, 3-cü kursa keçin və daha sonra məsələn deyək başqa bir universitetə gedin, oradakı tələbələri görün. Siz artıq özünüzdə o böyük inkişafı görəcəksiniz. Yəni mən şəxsən hələ foundation-a, ixtisas ilinə keçməmişəm. Mən hiss eləyə bilirəm ki, artıq digər universitetlərdə indi ad çəkmək istəmirəm. Bəzi universitetlər var ki, orada artıq 3-cü kursda olan bir tələbədən daha çox bazan var. İnsan istər-istəməz daha çox disiplinli olur və daha çox baza yığır. Və kampusda idman yerləri var, musiqi zalı var, fitness yeri var, ağırlıq qaldıra bilirsiniz. Havuz yeri var. Bu havuz yerini çox universitetdə görməmişəm. Sonra IT laboratoriyası var. Yəni
bildiyiniz IT üçün, cyber security üçün bir laboratoriya var. Yeməkxanası çox yaxşıdır. Ümumiyyətlə yemək mövzusunda qənaətçildir Bakı Ali Neft Məktəbi. Bir də onu demək istəyirəm ki, Banımda tədbirlər çox olur. Həftədə bir dəfə ya da 2 dəfə ən azı tədbirlər olur. Ya kampusda, ya foundation korpusunda. Təbii ki, bu bəzən sizin üçün çox maarifləndirici olur və bu tədbirlərdə bəzən böyük şirkətlərlə tanışlıq tədbiri olur. Məsələn, şirkətlər gəlir. Məsələn, keçən dəfə Çin nümayəndəsi gəlmişdi. Öz haqqında danışırdı, şirkət haqqında danışırdı və Banım tələbələrinin burada işləyə biləcəyi haqqında danışırdı. Yəni belə. İndi isə keçək bir çoxunuzun soruşduğu yataqxana məsələsinə. Yataqxana dostlar tamamilə ödənişsizdir. Mən heç bir universitetdə eşitməmişəm ki, yataqxana ödənişsiz olsun. Amma belə bir məsələ var ki, əgər siz Bakıda qeydiyyatdasınızsa, yataqxana sizə verilmir. Belə bir söhbət var. Əgər Bakı xaricindəsinizsə, məsələn Sumqayıtdır. İndi Sumqayıtı tam dəqiq bilmirəm. Məsələn Naxçıvandır. Bura yataqxanada ödənişsiz şəkildə qala bilirsiniz. Yataqxana 2 yerdə var. Biri səhv eləmirəmsə Qaraqarayevdə, digəri isə kampusun özündə. Kampus harda yerləşir? Bibi Heybətdə. İndi buralara birazdan gələcəm. Bibi Heybətdə yataqxana var, bir də Qaraqarayevdə yataqxana var. Tamamilə ödənişsizdir. İndi siz orada yataqxana üçün müraciətlər edirsiniz. Əgər yer qalırsa, Bakıda qeydiyyatda olanlar yataqxanada qala bilir, amma əgər yer varsa təbii ki də, yenə də sizin müraciətinizdən asılıdır. Bunu bir dəqiq şəkildə maraqlanmaq lazımdır. Əgər maraqlanmaq istəyirsinizsə, burada bir yerdə Banımın veb saytını qoyacağam. Oradan əlaqə nömrələri və s. olur. Siz özünüz də gedib araşdıra bilərsiniz bu haqqda. Belə deyim də mən Banıma qəbul olmamışdan əvvəl yataqxanadır, nə bilim, hər bir şey haqqında soruşmuşdum və çox gözəl şəkildə mənə cavablandırmışdılar. Yəni bu mövzuda çox aktivdirlər. Hər bir suala cavab verirlər. Buna görə də Banımın saytına daxil olun və yaxud da mən buralarda bir yerdə mail qoyacağam. Maillə yazaraq siz artıq bir çox məlumat sahibi ola bilərsiniz. İndi keçək təqaüd proqramlarına. Dostlar, belə deyim, təqaüd proqramları dəyişir. Yəni mən də tam dəqiq olaraq bilmirəm, amma deyə bilərəm ki, prezident təqaüdü burada 800 manatdır səhv eləmirəmsə. Yəni aylıq şəkildə desən 800 manat verirlər prezident təqaüdçülərinə. Yəni axırıncı dəfə belə idi. Bəlkə də dəyişdirir və yaxud da mən səhv bilirəm. Amma bu haqqda dəqiq məlumat almaq üçün Banımın səhifəsini izləyin. Orada daimi olaraq yeniliklər qeyd olunur və sizə yeni məlumatlar bildirilir. SOCAR tərəfindən təqaüdlər olur. Əgər müəyyən bir startupın qalibisinizsə, yəni qalibi olsanız, sizə SOCAR tərəfindən və yaxud da başqa bir şirkət tərəfindən əlavə olaraq mükafat verirlər. Belə bir şanslar da var. Bir də dövlət təqaüd proqramları olur. Bundakı Banımla əlaqəsi yoxdur. Yəni dövlət tərəfindən verilir. Buna da siz müraciət eləyərək təqaüdlər qazana bilirsiniz. İndi isə keçək universitet dərs cədvəli və rejiminə. Belə deyim, universitetdə indi bəzi universitetlərdə görmüşəm ara fasilə 40 dəqiqədir. Bəzilərində 20 dəqiqədir. Bakı Ali Neft Məktəbində 40 dəqiqədir. Yəni foundation-da elə idi. Yəni fasilə 40 dəqiqədir, ara fasilə. Amma belə öz fasiləsi 10 dəqiqə olmalıdır səhv eləmirəmsə. Dərs rejimi, yəni dediyim kimi, demişdim, ciddidir. Dərs rejimi ciddi olur. Bir də onu deyim ki, elə ola bilər ki, dərs 9-da başlayır və axşam saat 5-də qurtarır. Bəli, bu belə ola bilər. Bu Banımda fərqli cürdür. Yəni həqiqətən dərs cədvəli Banımda ümumiyyətcə çox fərqli cürdür. Yəni Avropa universitetləri ilə demək olar ki, eynidir. Elə olur məsələn 9-dan 1-ə kimi, elə olur 9-dan axşama kimi bu kimi dərslər gedə bilir. Bəzi ixtisaslarda 4 dəfə, bəzi ixtisaslarda 5 dəfə olur günlük dərs. İndi deyəsiniz ki, yəni bu qədər dərs nəyə lazımdır? Onu da əlavə edeyim ki, dostlar, sizin tətiliniz çox olur. Məsələn 2 günü 1 günə sığışdırırsınız, amma artıq o dərs müddəti də azalır. Belə deyim, dekabrda artıq dərslərimiz tamamilə qurtarır. Çox insan bilmir bunu. Banımda dərs cədvəli fərqli şəkildədir. İkinci semestrda tez qurtardığına görə tez başlayır. Lakin belə bir şey var ki, yay tətilimiz çox olur. Məsələn, 2-ci kursdan, 3-cü kursdan bəzi dostlarım var. Yay tətili 4 ay oldu, belə baxanda. Artıq mayda qurtarmışdılar, belə deyim. Biz foundation-da düzdür, fərqli cürdür. Foundation-da iyunda qurtardıq, N-da iyunda qurtardıq. Lakin ixtisasda artıq mayda qurtarmışdılar. Yəni belə bir üstünlüyü var. Bunun da səbəbi var. Bunun səbəbi nədir? Banım ən çox da karyera üstünlüyünə görə seçildi demişdim. Burada artıq ixtisas illərində, foundation-dan sonraki 4 il ərzində və yaxud da ixtisas iliniz 3 ildirsə, 3 il ərzində sizi təcrübə proqramlarına göndərirlər. Normalda digər universitetlərdə yay tətili 3 aydısa, burada 4 aydır və 1 ay ərzində siz iş axtara bilirsiniz. Özünüz iş tapa bilmədinizsə, universitet bunu sizə təmin edir. Yəni universitet deyir ki, artıq sən bir iş tapa bilmədin, ona görə biz
səni yönləndirik bir şirkətə. Orada get iş təcrübəsi elə. İndi isə keçək universitetin harada yerləşdiyinə. Universitet iki yerdə, iki korpusu var. Biri Foundation və Magister üçün Ağşəhərdə, digəri isə kampusda. Kampusda Bibi Heybətdə yerləşir. Təhsil və təhsil ödənişi Banımda yüksəkdir. Digər universitetlərə nəzərən təhsil ödənişi yüksək olur. 4500 manatdır əgər pulluya qəbul olsaz. Bununla yanaşı təhsil ili Foundation ilə birlikdə ixtisas ili də olur. Yəni ixtisas ili indi data analitiklərdə 3 ildir, səhv eləmirəmsə. Amma normalda 4 ildir. 4 illə yanaşı Foundation olanda artıq 5 il olur. Yəni siz əgər ingilis dilindən hər hansı bir IELTS verməmisinizsə, IELTS, TOEFL, indi bunları tam dəqiq bilmirəm. Bunu siz gedib mail şəklindən Banımın özündən soruşsaz daha yaxşı olar. Çünki hər il qaydalar dəyişir. Bu ildən bilmirəm qaydalar necədir. IELTS verib keçə bilirdiniz. Məsələn, IELTS 6.0 minimumdur. 6.0 yığdınızsa Foundation ilindən azad ola bilirdiniz və birbaşa ixtisas dərslərini keçid edirdiniz. Əgər hər hansı bir sertifikat və yaxud da ingilis dilinizi sübut eləyəcək bir şey göstərməmisinizsə, Foundation oxumaq məcburiyyətində olursunuz. Təbii ki, bəzi hallar var, bəzi istisna hallar var. Bunları yenə dediyim kimi maildən soruşaraq Banımın özündən öyrənsəz daha yaxşı olar. Xarici tələbələr üçün danışım. Xarici tələbələr üçün 5000-dir, lokal tələbələr üçün, yəni Azərbaycan vətəndaşları üçün 4500-dür. Bununla yanaşı olaraq əgər siz xarici tələbəsinizsə, yəni xarici vətəndaşsınızsa, məsələn mən Gürcüstan vətəndaşıyam, ingilis dilinə hər hansı bir sertifikat verməmisinizsə, attestatla qəbul ola bilirsiniz əgər xarici vətəndaşsınızsa. Yəni hazırda belə idi. Attestatınızı verirsiniz universitetə və sizi qəbul eləyir. Əgər hər hansı bir ingilis dili sertifikatınız yoxdursa, Foundation xarici tələbə olsaz belə yenə də oxuyursunuz. Bizim Foundation'da bəzi xarici tələbələr var idi məsələn. İndi isə gələk Foundation haqqında danışım. Foundation belə olur dostlar. İlk öncə siz artıq universitetə qəbul olduqdan sonra gedirsiniz, imtahan verirsiniz. Bu imtahan sizi qorxutmasın. Yəni sizi ingilis dili səviyyənizi ölçmək üçün, sizi müəyyən qruplara dağıtmaq üçün bu imtahanı verirsiniz ki, artıq səviyyəniz bəlli olsun. Məsələn, mən özümdən örnək verəcəm. Mən Bakı Ali Neft məktəbinə qəbul olandan sonra mənlə dərhal əlaqə saxladılar. Bununla yanaşı mən artıq sənədlərimi yüklədim, hər şey tamam oldu və artıq tamamilə Banıma qəbul olandan sonra məni imtahana çağırdılar. Yəni bir list şəklində tələbələrin adlarını yazırlar və hansı gün, hansı saatda gəlməlisiniz, onları sizə təqdim edirlər. İmtahan verirsiniz. Bu imtahan biraz çətin olur ki, necə çətin? IELTS tipli olur. Sizə heç bir şəkildə təsir eləmir bu imtahan. Bu imtahanı verəndən sonra qruplara bölürlər. Məsələn, bizim bu ildə 25 qrup var idi və hər qrupda ortalama 18 nəfər var idi. Məsələn, birinci qrup ən zəif ingilis dili qrupu ikən, 25-ci qrup ən güclü ingilis dili qrupu idi. Mən 5-ci qrupdaydım. Yəni dediyim kimi ən zəif ingilis dili qruplarından biri idim. İlk 5-ci qrup çox zəif ingilis dili qrupu sayılır. Və Foundation'da necə oxuyursunuz, necə keçirsiniz? Belə deyim, Foundation ingilis dilisi zəif olanlar üçün çox çətin olur. Belə deyim, bu çətinlik qarşısında yenə gözünüz qorxmasın. Bu sizin çox işinizə yarayır. Məsələn, mənim səviyyəm deyərdim ki, A2 səviyyəsində idi. Artıq Foundation qutaranda artıq B2 səviyyəsində ingilis dili başa düşürdüm. Hətta bəzi nüanslarda C1 səviyyəsində artıq deyə bilərdim. İngilis dili listening, reading deyə bilərdim ki, artıq bazam var. Amma ortalama B2 deyə bilirəm özümə. Midterm deyilən bir anlayış var. Semestr ortası imtahan deyirlər deyəsən Azərbaycanca. İmtahan verirsiniz. Bu imtahanlar giriş balınıza təsir eləyir. Siz burada mütləq şəkildə oxumalısınız, yüksək bal toplamalısınız ki, final, yəni Foundation'ın sonunda giriş balınız yüksək olsun. Müəyyən bir bal limiti var ki, o balı keçməlisiniz giriş balı olaraq. Finala qədər olan bütün imtahanlar müəyyən bir sistemə görə toplanılır və faizi çıxılır. Bu faizi siz keçməlisiniz. Bundan sonra final imtahanı verirsiniz. Banımın öz daxili final imtahanı. Final imtahanından yerli tələbələr üçün 50% siz keçməlisiniz. Skor olaraq 6.0-a gəlir. Yəni 6.0-ı siz Banımın öz IELTS kimi bir imtahan keçirilir Banımda. Yəni bu IELTS tipli imtahanda siz 6.0-ı keçməlisiniz. Bunu keçəndən sonra artıq sizi təbrik edirəm. İndi işdir. Əgər finaldan kəsilsəz, ikinci bir cəhd olur. Yəni ikinci bir imtahan verirsiniz. Əgər bu imtahanı da verə bilməsəz, IELTS verməlisiniz. Gedirsiniz British Consula, həqiqi IELTS imtahanı verirsiniz. Əgər oradan da 6.0 yığa bilməsəz, ikinci dəfə verirsiniz.
3-cü dəfə, 4-cü dəfə ki, IELTS imtahanda baha olur. Hazırda 600 manatdır. Avqustun, səhv eləmirəmsə, avqustun 25-nə qədər IELTS imtahanını universitetə təqdim edə bilməsəz, kəsilmiş olursunuz və foundationu yenidən oxumaq məcburiyyətində qalırsınız. Əgər foundationu qutara bilməsəz, ixtisas ilinə keçə bilmirsiniz. Bu Avropa ölkələrində də belədir. Avropa ölkələrində də ingiliscə oxuyursunuzsa, bu həmin qaydada eyni şəkildə belədir. Yəni dediyim kimi sizin ingilis dili səviyyəniz yaxşı olmalıdır, əgər ixtisas ilində oxumaq istəyirsinizsə. Yəni belə, ümid edirəm ki, bu haqqda geniş bir məlumat verdim. Çünki foundation haqqında çox suallar ola bilər. Keçək ixtisas illərinə. İxtisas illərində sizə mütləq şəkildə praktika elətdirirlər. Məsələn, kimya üzrə, kompüter üzrə, yəni laboratoriyada işləyirsiniz. Hətta əgər startupınız varsa, sizə köməklik göstərirlər ki, get laboratoriyada işlə. İxtisas ilindən başqa iş təcrübəsi deyilən bir anlayış var. Digər universitetlərdən fərqli olaraq, məsələn, digər universitetlər sonuncu illərdə sizə iş təcrübəsini göndərirlər universitetin özü. Amma burada, bu universitetdə artıq ixtisas ilinin birinci kursundan başlayaraq hər il sizi iş təcrübəsini göndərirlər və bu çox böyük bir üstünlükdür. Əgər banımı seçəcəksinizsə, əsasən elə buna görə seçməyinizi tövsiyə edirəm. Universitet daxili imkanlara nəzərə alsaq, yəni dediyim kimi burada bacarıq inkişaf eləmək istəyirsə, öz bacarıqlarınızı və yaxud da hobbiləriniz varsa, bunu çox yaxşı bir şəkildə inkişaf elətdirə bilirsiniz. Musiqi otaqları var, yeməkxanası yaxşıdır, sonra idman yerləri var, sonra intellektual oyunlar var. Banım tələbələri klub yaradırlar və bu klub məsələn intellektual oyun klubu ola bilər. Sizi çağırırlar, məsələn bazar günləri, 6-cı günləri çağırırlar ki, gəl kampusa bir yarış keçirdirik və bu intellektual oyunda qazanan qaliblərə diplom veririk, kubok veririk. Çox yaxşı bir şəraitdir, sizi həvəsləndirirlər. Yəni belə deyim də dostlar, banımda elə bir məsələ yoxdur ki, məsələn foundationda hər kəs, məsələn tarix var idi, ADIAK Azərbaycan dili, ingilis dili, bir də İKT informatika var idi. Məsələn burada sırf bir qrup deyil idi. Yəni məsələn ingilis dilində ayrı uşaqlar tanıyırsan, ADIAK-da ayrı uşaqlar, tarixdə ayrı uşaqlar, informatikada ayrı uşaqlar. Bu şəkildə siz foundationda məsələn bizim bu ildə 400-dən artıq uşaq var idi, tələbə var idi. Məsələn hamısından artıq əlaqə qura bilirsiniz. Artıq foundationda çox uşaq tanıya bilirsiniz. Yəni belə bir üstünlük də var banımda. Və artıq əsas məsələmizə keçək. Çox insan soruşur ki, ada yoxsa banım? Adanı seçim yoxsa banımı seçim? Dostlar, bu sizin tamamilə öz zövqünüzə bağlı bir şeydir. Yəni belə deyə bilərəm ki, adada düzdür, zeki uşaqlar var. Ad haqqında çox məlumatım yoxdur. Banım haqqında onu deyə bilərəm ki, disiplin çoxdur və gördüyüm nailiyyətlərə, uğurlara görə banım tələbələri daha çox uğur və nailiyyət qazanır. Yarışlarda çoğunluqla görürəm ki, banım tələbələri daha çox qalib olur. Ada və banım qarşılaşdıra bilmərəm, çünki ikisi də çox fərqli səviyyədədir. Əgər istəsəz ada və banım tələbələri arasında bir sorğu-sual da keçirə bilərik və yaxud da qarşılaşma eləyə bilərik. İki tələbə arasında suallar, sorğular eləyə bilərik. Əsasən də mən banımı nəyə görə seçdim? Dostlar, burada çox böyük bir rəqabət var. Adada bilmirəm necədir, amma banımda çox böyük bir rəqabət var. Həqiqətən də özünüzü inkişaf elətdirmək istəyirsinizsə, gələcəkdə yaxşı bir karyera qurmaq istəyirsinizsə, qəti şəkildə banımı seçin. Onu deyim, banımda təhsil hər insan qaldıra bilmir. Adada bilmirəm. Bəlkə adada da belədir. Banımı çox sosial şəbəkələrdə görməyə bilərsiniz. Bu normal bir şeydir, amma o demək deyil ki, banımda sosial aktivitələr keçirilmir və yaxud da məzun günü və s. keçirilmir. Hətta deyirdim ki, banımda elə ən yaxşı məzun günü keçirilən universitetlərdən biridir. Sadəcə olaraq çox paylaşılmır. Və yaxud da paylaşılırsa da çox görsənmir dostlar. Və yaxud da siz görmürsünüz bu paylaşılan videoları. Çox banım videoları viral olmur və yaxud da görsənmir. Sosial aktivitələr haqqında məlumat almaq istəyirsə, banımın öz saytını takib eləyin. Burada Instagramını qoyacağam. Instagramda daha çox aktivdirlər. Bəli dostlar, videomuz çox uzun oldu. Çünki bu banım haqqında bəlkə də çox ətraflı bir video oldu. Əgər banım haqqında həqiqətən məlumat almaq istəyən hər hansı bir abituriyent var idisə, artıq bu şəkildə, yəni bu video sayəsində artıq böyük bir məlumata sahib oldu. Qısaca belə deyim, mən öz üzərində işləyən birisiyəm, amma banımda həm disiplin var, həm Avropa standartlarına uyğundur, həm karyera üstünlüyü var. Birbaşa yüksək mərtəbədəki insanlarla əlaqə saxlaya bilirsən, məsələn rektorla, və rəqabət çoxdur. Elə ən əsaslı rəqabətə görə mən banımı seçdim. Mən bilirəm ki, banımı qutarandan sonra yetişmiş bir mütəxəssis olacağam. Elə məhz buna görə banımı seçdim. Videomuz bu qədər idi. Əgər qaçırdığım hər hansı bir nüans var idisə,
şərhlərdə mənə bildirin. Banımın sosial mediasını şərhlərdə və yaxud da təsvir yerlərində mailini və s. hamısını qoyacağam. Narahat olmayın. Nəsə bir sual yaransa, gəlin məndən soruşun, şərhlərdə yazın, Instagram hesabıma yazın. Sizə mütləq şəkildə kömək eləyəcəm. Bu qədər. Ümid edirəm ki, videomuz yaxşı oldu. Sağ olun, salamat qalın.